Bu gün sizlərlə Brawl Stars'da yeni karakter gələn Zeyong'u birlikdə açacağıq. Ağa, xoş gəlmişsən. Xoş Heyecanlıyıq bu gün. Bəli. Yəni, Müşfiq. Zeyong karakterinə 50 kredimiz qalıb. Bəli. Və bu hesabla karakterlərimiz demək olar ki, fulldur. Fulldur və 2 karakterimiz var. Lumin'də açılış gələcək videolarda izləmədə qalın. Və Zeyong'a son 50 kredi var. Mən həyecanlanıram biraz. Mən də həyecanlanıram çünki Zeyong karakterini yoxlayacağıq. Müşfiq əslində öz aramızda danışırıq. Müşfiq deyir, ağa çox da gücünü görməmişəm, yəni denemişəm, amma mən də deyirəm Müşfiq yox da, yəni bəlkə də güclüdür. Yəni oyunda görəcəyik. Bəlkə dəstək karakteri kimi birlikdə güclüdür, amma təkini görməmişəm o qədər. Yəni yoxlayacağıq, yəni özümüz də bilmirik, hə, təcrübəsizik. Və ağa istəyirəm. Bu arada bu Brawl Pass'in qutu açılma videosu gələcək. Sona kimi tamamlayaq, sonra açaq. Və buradan mən 100 kredini götürmək istəyirəm. Götürüm ağa. Və hazırsan? 90-cı karakterimiz olur ha? 90-cı. 90-cı karakterimiz. 90-cı karakter qəşəng bir rəqəmdə. Bəli. Götürüm ağa. Götürmüşük. Götürəm ağa. Götürürsən. Götürdüm. Və gəldi. Zeyong karakterimiz gəldi. Xeyirlər, təbriklər. Yeni gizemli karakterimiz. Zeyong gündüzləri sıradan bir ofisial şanı, gecələri isə bir karaoke ilahı. En azından kendini öyle sanıyor, yetenekli olup olmadığı konusunda karar vermek güç. Ama ben mesela yetenekli olup olmadığında karar veremedim. Yəqin bu da öyle mənim fikrimi deyir. Və animasyona baxın, dayan burada yəni. Və Lumini seçək, yeni karakterləri. Deməli, Zeyong'a 90-cı karakterimizi. Müşfiq, mən bu karakteri sən kim oxşadıram? Kimə? Sən də kim oxşadıram Müşfiq? Ben baxın. Siz də kim oxşadıram? Yazın kommentlərə, yəni həqiqətən də mənə qatılırsınızsa. Müşfiq, Gangnam Style da var idi. Aysa vur bura. Top yoxdur da yəni, həqiqətən top yoxdur da yəni. Yadıma gəlmir heç, Aysa çox oxşuyur ama. Uşaq vaxtı otururduq qulaq asırdıq Gangnam Style. Yəni odur da, amma dayanmır da, konkret oldu da yəni. Bəlkə oradan götürüblər, ola 100% Müşfiq yəni. Və seçirəm Adamı qoyublar bura. Bunun özü də wasabi də var. Mən istəyirəm wasabi gücünə də baxım. Deməli, Zeyong'umuz vardı burada. Arkasında takım arkadaşlarını hızlandıran biriz bırakır. Ayrıca süperini daha hızlı doldurur. Oy. Yəni təsəvvür ki, onunla kim yersə hızlı gelir. Şu süperi... Yəni süperini bizə həm hız verir, həm süperisi hızlı dolursa onun o çox güclü olar ya. Ondan əlavə olaraq da arkasında bir dənə iz bırakır. Onunla gedən hamı hızlı gelir. Təsəvvür həm Max'dir, həm də Poco'dur. Yəni ultisinə tez doldursa demək ikisini də eləyə bilər də. Ona görə bizə öldürürlər, wasabi. Dəhşət da, istədiyim. Yəni bir istəyən buna baxaq. Hesablaşma gedək təkə. Düzdür, səviyyəsi zəifdir, amma olsun. Yəni səviyyəsi zəifdir. Yəni yoxlayacaq da. Yoxlayaq görək. Yəni gücün Müşfiq görsün də yəni. Gücün görüm də. Zeyong. Elə oynayır yanmadan. Və uzundur atış mənzili. Bax, buraxanda da özü sözü gedir, amma o Bıraxır və özü də onun üzərindən hızlı gedir. Əla. və animasyonlar da çox qəşəngdir, nə bax. Yox, karakterin effekti qəşəngdir, hə. Canım o deyil, hə. Canım o deyil, gəlmə. Müşfiq bunun hasarı da azdır. Ola bilər full deyil. Həm bir səviyyədə, hə. qəşəng. Həm də temam sən necədir? Bu dəstək karakteridir. Yəni məsələn Poco ilə sən necə tək Düzdür. Yəni dəstək karakterləri zaten siz də bilirsiniz ki, tək hesablaşmağa girmək ilk başda, hə. Və buradan getdim. Tək karakterləri siz də bilirsiniz ki, ilk başda zəif olur, hasarı. Düzdür. Dolğu çıxmaq şərti ilə. Dog mənim sevdiyim karakterlərdəndir. Dog istər, dog. Yəni və həqiqətən Dogla oynamaq o qədər keyif verirmiş ki. Dog elədir da. Hə. Dog sən necədir? Həm 2 qat bir də görsən vurur, bir də görsən 2 qat can verir. 2 qat bəli, vuran aksesuarı var. Şu karakter çox sürətlidir, o sənə deyim. Həqiqətən çox sürətlidir. Amma yox, nəsə bəyəndim ağa bir dəfə. Hə, peşmanam buna zəif deməyimə. Həqiqətən. Yəni karakterin gücünü gördüm mən. Həqiqətən Yəni özünün vəziyyətdən çıxara bilir, yəni gördüyünüz kimi də fikir ən verirsiniz. azından hasarı olmasa Və da. içindən keçir. Oha, onu indi gördüm mən. Hələ bunun wasabisi yoxdur. Hələ səviyyəsi də Hələ yoxdur. səviyyəsi də yoxdur. Aksesuarda, əşyalarda. Bəlkə də bunu təsəvvür hiperşarj gətirirlər. Məncə sən nə olacaq hiperşarj? İndən deyim, bəlkə də gələcəkdə də olacaq. Həm atır hiperşarj, həm canında olur. Həm hızlanır. Həm də hızlanır. Birazdan həm araya azad böyüyə bilərsən. Bəli. Həqiqətən. İndi Yox, mən karakterin gücünü gördüm. Necə? Yəni o içindən keçirdi vuruşları. Yəni o möhtəşəm Nita'da görmüşəm onu. özdə sən bunu tutu adamla oynayanda təsəvvür et ki, 2 dənə takım arkadaşın vurursa, onları çox dəstək edir sən. Dar momentdə kimin üstünə gələndə vurursan, onlar da sənin arxanca gelir, dəstək kimi. Gör nə qədər olur. Yox, qəşəng can verirsən, həm hız verirsən. Həqiqətən yəni
Kostyumlarına baxın O var. Zeyon. Bir dənə bu var. Bu əsl Gangnam Style. Hə, bu Bax. olur da, yəni bu bilmirəm. Atkisi falan, hamısı saçı da o da. Bu adam pul verib, ya nə edib bunlara ki, mənə qoyun. Bu nədir? Müzik kolleksiyonu. Hə, burada kimlər var? DJ Ames, bunların olduğu kolleksiyona aiddir. Mendy. Bu nədir? Rock yıldızı Gold. DJ Frank, davaslanmacı J deyirlər buna. Yəni, o üçün də hamısı bir musiqi qrupu qurublar. İndi ağa bununla girirəm, mən Uduzma animasyonuna baxmaq istəyirəm. Mən ən sevdiyimiz Uduzma animasyon. Uduzma animasyonu sevilir çünki niyə çox fərqli görünür? Qəşəng görürsən, yəni görək necə olur da. Görək nətər olacaq, maraqlıdır həqiqətən. Əməli. Sizdə də varsa Zeyon, kommentlərə yazın. Elə oynayır elə yanlara. Dayanmadan oynayır həqiqətən. Gedək bizi bir dənə öldürün. Biz oynayamırıq, düzdür mən. Biz gücdən düşmüşük. Öldürən yox deyil, taxma bir dənə var sən. Yəni kupalara var bir dənə. Ayrı vaxtı girsən, sırazı. Yanlar verir. Hələ fikirləşirlər. Və uzman animasyonu görə bildik, görək. Bu utdu deyəsən. Düz demirəm. Aşağı olduğu üçün deyəsən utdu. Utdu bu. Müşfiq, ona 8 eləməyə sən sıra azır. Mən gəlmir haqqaz, neyini? Ha, yox, uduzma animasyonu Müşfiq. Hə, uduzma animasyonu düşdü. Hə. Bu da düşdü. Məsəl saldım. Mikrofonu da əlindən düşdü. Və yəni dedi ki, mənim təlim qutarıb, taqətim yoxdur, mən getdim belə. Axır ki, biz bunu yerdə görə bildik də, yəni dayanmırdı da. Yəni animasyona baxın. Çox qəribədir. Özdə qəşəng. Chesterman fənki oxşur ha, uzanırlar yerə. Özdə oyunun içində də uzanırlar yerə. Hokeydə oynayırdım mən, uduzanda. Oli vəbşi sən yeniyi, girir tabuta, qapısını bağlayır. Yəni mən ucu mumiya oldum da yəni. Mumiya kostyumunda çox qəşəng effekt o. Bu da belə. Nəsə, biz bunun baxın ustalığına görə nə verir? Pullar falan, güc puanı öz yerində. Hə, bu ünvanda verilir. Amor Fatih nədir? Belə bir yazı görmüşdüm. Nəsə bir Amor Fatiyo, yəqin ki, Barcelona azarkeşləri Ansu Fatidən, yəni biləcəklər, yəni bu o sözün anlamını biləcəklər. Yəni məncə başqa bir şeydir bu. Nəsə sevdiyim bir mənası var, fransızdadır. Amor Fatih deyirlər. Amor Fatih yəqin Müşfiq səhnəyə aid bir şeydir. Yəni o ola bilər deyə düşünürəm. Məncə bu şən olar yəni, hə. Mən Ansu Fatiyə oxşatdım. Barcelona Olar hə. gənc yıldıızı, amma hal-hazırda zədəsində oynayamır. Heç nə də Fatih də burada bunu məşhur edir. Fatihini də yəni buradan yad elədik. Bir də bunun kostyumlarına baxdıq elədik. Yıldız yüzünə bir də baxmaq istəyərdim. Deməli, aksesuarına birinci baxaq. Alan hasarı verir və təməl saldırısını 5 saniyəni artırır. Beşləmə sürəsi 15 saniyə. O biri nədir? Ətrafındakı düşmanları yavaşladır və saldırısı 5 saniyəndən yavaşladan evraqlar buraxır. Bu da qəşəngdir ya, yavaşlada bilir. Əşyalar klassik olduğu kimidir, özəl bir şey yoxdur. Zeyon takım arkadaşlarının yanındaykən mənzil takım arkadaş başına 10% hızlanır. Yəni onların yanında onda hız biraz artır. Hə, onların yanında və 10% yoxmuş. 2 takım arkadaşım varsa yanında 20% qəşəng. Bir də təməl saldırılar delib keçdiyi hədəf başına 20% ek hasar verir. O, yəni ki, penillə necə idi? Hə. Bu da yaxşıdır. Bu da yaxşıdır. İndi bir də burada belə tema var. Bu deyilir məsələn 10% hızlanır. Təsəvvür nakauta girsən 5-ə 5 ya da 5-ə 5 hızlı olar. Gör 4-lə. Oy, gör o Max yanında heç nə eləmir. Zeyon yəni Maxi də keçdi. Yəni Maxi də gör. Qəşəng bir karakterdir. Gangnam Style ilə özənib bir şeylər eləyiblər. Gangnam Style yəni konkret Gangnam. Konkret olur. Ağa videonun sonuna gələk, izləyicilərə bir sözüm var. Təşəkkür edirəm izlədiyiniz üçün. İnanıram ki, maraqlı video oldu və belə videoların davamı gəlmək istəyirsinizsə kommentə plus atın. İnşallah çox qəşəng və çox maraqlı kontent videolar gələcək. Təşəkkür edirəm izlədiyiniz üçün. Yeni içəriklər də ürətirik. Görürsünüz ki, hər gün yeni videolar çəkirik. Maraqlı bir şeylər edirik ki, sizlər üçün daha böyük şeylər eləyək. Hətta dünən də bir neçə kupaya kastım? 50.000 kupaya kastım. Gündə 1100 kupa kastım ki, sizlər üçün qəşəng bir şey çıxardım ki, siz də izləyib keyf alasınız. Bir yanınızda kofe ilə falan bir ləzzətli bir oyuna baxasınız. Bu qədərdir. Kanala abunə deyilsə abunə olmağı unutmayın ki, bir abunəniz belə o qədər dəstəklidir ki, 1000 abunəyə yaxınlaşırıq. 1000 abunəyə də yaxınlaşırıq. Özəl bir şeylər eləyəcəyik 1000 abunəyə. Yəni çox qəşəng bir şey olacaq. Düşünmüşük bir şeylər. Bir şeylər düşünmüşük, yəni çox qəşəng olacaq. Yəni izləməyi unutmayın. İzlədiyiniz üçün də təşəkkürlər. Sağ olun.